Bu hamam otağının özünə məxsus saunası da var. Gördüyünüz kimi sauna. Metrosunun yaxınlığında 6-cı paraleldə yeni tikili binada 4-dən 3-ə düzəlmə olan gördüyünüz bu mənzil kirayə verilir. Gördüyünüz kimi biz hal-hazırda qonaq otağından çəkiliş aparırıq. Bura nəzərdə tutulan bir otaq. Bu otağı istəyən şəxslər, kirayə götürən şəxslər yataq otağı kimi də istifadə edə bilər, zal kimi də. Burada çatışmayan əşyalar ev sahibi tərəfindən təchiz olunacaq. Böyük diaqonallı televizor var, kondisioner var. Qarşı tərəfdə də pəncərələr var. Burada da divan. Mənzilin giriş qapısı o istiqamətdəndir. Seyf qapıdır. Burada öz öncə qeyd etdiyim 4-cü otaq kimi də istifadə oluna bilər. Mətbəx studiya formasında. Birbaşa pəncərədən görünüş alov qüllələrinədir. Burada da gördüğünüz kimi masa, stullar. Burada da qabyan var. Ankastor soba. Soyuducu da yenidir. Kondisioner televizoru da mövcuddur. Bu gördüğünüz mənzilin isitməsi kombidir. Mənzilin 2 sanucuları var. Bura bir. Sol tərəfdə qardırob otağıdır. Bura 3-cü otaq. Qarşı tərəfdə pəncərə var. Eyvana çıxış. Sağ tərəfdə də dolab quraşdırılıb. Televizor da var. Keçid aldıq hamam otağına. Geniş formada olan hamam otağına giriş etdik. Bu hamam otağının özünə məxsus saunası da var. Gördüğünüz kimi sauna. Burada jacuzzi. Ve keçid aldıq diğer otağa. Burada böyük ihtimal uşaqlar üçün nəzərdə tutulan otaqdır. Hansı ki hal-hazırda lüstr yoxdur burada. Amma yenə də qeyd etdiyim kimi ev sahibi tərəfindən bütün çatışmayan avadanlıqlar hamısı təchiz olunacaq. Buranın da eyni qaydada eyvana çıxışı və qarşı tərəfdə də pəncərəsi var. Bu gördüyünüz mənzili kirayə götürmək istəyən hər bir şəxs Rus sesindəki mobil nömrə ilə birbaşa əlaqə saxlaya bilərlər.